Bu günləri Qurandan 2 dənə ayə deyəcəm ki, Şuara surəsinin 94 bir də 227-ci ayəsidir ki, Əleyhissalam və Əhl-i Beyt haqqında nazil olub. 227-ci ayədə Allah təbarək və təala buyurur: "Və səyə'ləmullezîne zələmu ayyə munqalibin yanqalibun." Mənası budur. Allah təbarək və təalanın deyir, lənət olsun, zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qayıdacaqlar və onlar həmin o zülmünə görə cəzalarını alacaqlar. Fəraid-i Səmtin kitabının 2-ci cildi 89-cu səhifəsində Əllamə Şəvafi Şeyx İbrahim Həmvini Peyğəmbərimiz sallallahu aleyhi və səlləmindən uzun bir dənə hədis deyir, mən orada qısasını deyəcəm. Peyğəmbər buyurur, deyir, Əl-Həsən vəl-Hüseyn imam-ı ümməti bə'də əbihima. Həsən və Hüseyn mənim ümmətimin imamlarıdır, nə vaxt? Atalarından sonra, bə'də əbihima. Və seyyidi şəbab-ı əhlil cənnə, cənnət əhlinin də cavanlarının ağalarıdır. Ümmühuma seyyidət nisail aləmin, onların anası dünya qadınlarının xanımıdır. Və əbuhuma seyyidul vəsiyyin, və onların ataları vəsilərin, yəni məndən sonra vəsilər ki olacaq, onların ağasıdır. Və min vuldil Hüseyn tis'ati əimmə, və İmam Hüseyn əleyhissalamdan da 9 dənə imamlar dünyaya gələcək, o nəsildən. Tasi'uhum əl-qaim min vuldi, 9-cı da İmam Zamandır ki, inşallah onun evladlarındandır. Taatuhum taati, Peyğəmbər buyurur, onlara itaət mənə itaətdir. Və məsiyyətihim məsiyyəti, onlara günah eləməklik, onların üzünə qayıtmaqlıq mənə məsiyyətdir, mənim üzümə qayıtmaqlıqdır. İləllah əşqul əl-münkərin li fadlihim vəl-muzayyi'inə li hürmətihim bə'di və kəfa billah vəliyyən və nasirən li itrəti və əyimməti ümməti muntəqimən minəl cahidinə haqqıhum. Hədis uzundur, elə bilirəm, bura qədər kifayət elədi və həmin o Şeyx İbrahim Həmvini deyir, Peyğəmbər bu hədisi deyəndən sonra sümmə qərəə qavluhi ta'ala, Allah təbarək və təalanın bu ayəsini oxudu və səyə'ləmullezîne zələmu ayyə munqalibin yanqalibun. Zülm eləyənlər tezliklə biləcəklər ki, nəyə zülm eləyiblər. Və buradan da belə bir çıxarış eləmək olar ki, bəli, bu ayə də elə Peyğəmbər və onun əhl-i beytinə aiddir. İkinci ayə Şuara surəsinin 94-cü ayəsidir ki, Allah təbarək və təala Quranda buyurur, فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَابُونَ. Bu ayənin də Şəvahid-i Tənzil kitabının 1-ci cildi 426-cı səhifəsində Əl-Hafiz, Əl-Hənəfi, Əl-Hakim, Əl-Həskani. Bu da mötəbər alimlərdəndir. O da deyir ki, mən deyir, buna mənə deyir, xəbər verib Əl-Qazi Əbül-Hüseyn Ən-Nəsibi, o da Əbi Abdillahdan deyir, dedi, qalə. Dəxəltu əla Aliyyin Ali ibn Əbi Talib aleyhissalam. Deyir, günlərin birində mən deyir, daxil oldum Əli aleyhissalamın xidmətinə. Fəqalə və mənə dedi, bu Əbi Abdillah dedi. Əbi Abdillah İmam Cəfər Sadiq aleyhissalam deyir, sadəcə bir şəxsiyyətdir, Əli aleyhissalamın səhabələrindəndir və yaxud da kimdirsə, söhbət bundan gedir. Bu, Əli aleyhissalamın yanında olub, Əli aleyhissalam buna deyib, bu da deyib Əl-Qazi Əbül-Həsən Nəsibiyə, o da deyib Əl-Hakim, Əl-Hənəfi, Əl-Hafiz, Əl-Həskani ki, Şəvahid-i Tənzil kitabının sahibidir. Ya Əba Abdillah, əla unabbiyuka bil-həsənə əlləti mən caə biha ədxələhullah əl-cənnə. Deyir, istəyirsən ki, sənə bir yaxşılıq örgədim, bir yaxşılıqdan xəbər verim ki, kim onu əmələ gətirsə, Allah onu cənnətə daxil eləyəcək. Və bis-seyyiə əlləti mən caə biha əkəbbəhullah finnar. Və bir pislikdən sənə xəbər verim ki, kim onu əmələ gətirsə, Allah təbarək və təala onları cəhənnəmə atacaq. Kəbbə sözünün mənası ki, Allah təbarək və təala Quranda
da deyir ki, və kubkibu fiha hum vəl qavun. Kubkibunun mənasında desək, deyir ki, belə bir söz var, dərə başı aşağı götürüb atmaq. Məna budur. Bəli, Əli əleyhissalam da dedi ki, bir pislikdən sənə xəbər verim ki, kim onu əmələ gətirsə, Allah təbarək və təala onu elə götürüb, üzü dərə aşağı, deyim, başı aşağı cəhənnəm atacaq. Və ləm yuqbəllahu mə'əhə əmələn. Və o həmin adamın heç bir əməli Allah yanında qəbul olmayacaq. Qultu, Əbu Abdillah Əl-Cədəli deyir ki, dedim, bəla ya əmir əl-mümin, ey əmir əl-mümin, ey müminlərin ağası, istəyirəm, deyirəm mənə. Qala, əl-həsənətu hubbuna. O yaxşılıqdan ki, dedim, bizi sevməhlikdir. Və seyyiətu buğzuna. O pislikdən ki, dedim, bizə düşmənçilik, bizə kin-kudurət bağlamaqlıqdır. Burada hubbuna və buğzuna kəlməsində na zəmir deyərlər, əvəzliyi var, mütəkəllim mə'əl qeyr deyərlər. Yəni, başqalarının haqqında, yəni biz deməkdir. Elə bu bir dənə na kəlməsi ilə, o zəmir deyərlər, mütəkəllim mə'əl qeyr zəmiri ilə və yaxud da əvəzliyi ilə bu hədisdən də başa düşməklik olur ki, həqiqətən də burada nadan məqsəd Peyğəmbərin əhl-i beyti, Əli, Xanım Zəhra və bunların evladlarıdır. Bir dənə də Əli əleyhissalam inşallah sizin qəzavatından danışacağım. 3 nəfər 17 dəvələri var idi. Bunu heç cür bölə bilmədilər. Dedilər, gedək Əli əleyhissalam bu dəvəni bizə bölsün. Yəni, istəyirəm ki, Əli əleyhissalamın kimliyin deyəm ki, yəni elmi də bu idi Əli əleyhissalam. O deməkdir, elə bir yaxdan Qurandan ayə dedik, gələ bunun bu həyatda elədiyi işlərdən də danışaq, bilə ki, həqiqətən də Əli əleyhissalam belə bir şəxsiyyət olub. 3 nəfər 7 dəvəni arada bölə bilmirlər. Biri yarısını istəyirdi, yəni 9-unu istəyirdi. Biri 3də 1-ini istəyirdi, yəni 6 dənəsini istəyirdi. Biri isə 9-da 1, yəni 2 dənəsini istəyirdi. Bunlar heç cür bölə bilməyəndə, çünki burada qalıq var, axı gərək 17-dir də, dəvənin birini 3-4 yerə böləsin. Gəldilər Əli əleyhissalamın yanına. Dedilər, ya Əli, bu 17 dəvəni bizi üçün bölgünən, amma dəvədə diri qalsın. Əli əleyhissalam dedi, istəyirsiniz ki, mən öz dəvələrimdən birini qoyum bu 17-nin yanına. Dedilər, bəli, qoy günən. Elə bilirlər ki, elə bu bir dənə dəvədə bunlara çatacaq. Əli əleyhissalam bir dənə dəvəni qoydu, oldu 18 dənə. 18-i tən yarı böldü, 9 dənə elə dedi ki, ala bilirsən, yarısı düşdü, düşmədi. İkinciyə dedi ki, sən 6-da 1 istəmirdin, 18-ə 3-ə bölən neçə eləyir? 6 dedi, bu da sənin 6 dənə. O birisi də 9-da 1 istəyirdi, yəni 2 dənə istəyirdi. 9-da 1-i də 18-in eləyir 2 dənə. Dedi, bu da sənin 2 dənə. Birinə 9 verdi, birinə 6 verdi, birinə 8 verdi. Bunları hesablayanda eləyir 17 dənə. Öz dəvəsində götürdü, də gedə bilərsiniz. Əli əleyhissalamın elmi, helmi, dünya görüşü, Əli əleyhissalamın belə deyil, bütün hərəkətləri elə bu möcüzəsi, bu kəraməti, bu elmi, bu danışdığı söhbət kimi olur.